Evvela sizi salamlayıram. Hoş gördük bu güzel bir tədbirdə, xeyirxah bir tədbirdə, bizim analarımızın dili ilə desək, sabah bir tədbirdə. Hoş gördük sizləri. Şəmsəddin müəllim, siz də xoş gəlmisiniz bu tədbirə. İndi adəti üzrə biz bütün tədbirlərimizdə ilk növbədə şəhidlərimizin ruhu qarşısında bir dəqiqə baş əyirik ki, onları heç vaxt Allah rəhmət eləsin. Mən qonaqlarınızı sizə təqdim edeyim. Əvvəla bu polisə dəstək ictimai birliyi var. Siz birinci kursarsınız deyəsən hamısı. Birinci dəfə deyil, ilk dəfə görüşürlər. Özdə mərhələli biz bu tədbirlərdə görüşəcəyik və sizin xeyrinizə olacaq hər şey. Həm dünya görüşünüzdə, həm gələcək fəaliyyətinizdə, sizi əhatə edən insanlarla, çünki müəllimlikdə biz bütün hallarda ictimaiyyətin isimli, tələbələri, şagirdləri, ətrafımızda olan insanlar. Ona görə biz özümüz bunu bilməliyik, maariflənməliyik ki, bu təbliğatçı olaq. Sizə burada arzulayıram bu sahədə ki, diqqətlə bu tədbirimizə qulaq asasınız. Demək, Polisə Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Şəmsəddin müəllim, polkovnik Şəmsəddin müəllim. Şəmsəddin müəllim polis polkovnikdir. Bu il sizin tədbirdə iştirak edir və layihənin rəhbəridir. Sonra insan alveri cinayətlərinin aradan qaldırılması üzrə layihənin ekspert hüquqşünası Aydın müəllim Kərimov bizləndir. Aydın müəllimi tanıyırsınız, mətbuatdan da, təhliyədən, verilişlərdə də bəzən tanıyırsınız. Çox zəngin keçmişi var. Ədliyyə Nazirinin birinci müavini oldu. Nazirin birinci müavini oldu. Ədliyyə Naziri. Layihə üzrə psixolog Kəmalə xanım Sultanova. Bu günləri qonağımızdır. O da öz fikirlərini bölüşəcəksinlər. Sonra Cəlilabad rayon polis şöbəsində əməkdaşları bu günləri iştirak edirlər. Orada Anar müəllim, polis mayoru, həmişə Anar müəllim də sizinlə olubdur. Həmin şöbə vardı, iştirak edib tədbirlərimizdə və bütün səsimizdə həmişə səs verib. Əvvəl yetkinlik yaşına çatmayanlarla bağlı nə sözümüz olardı, həmişə Anar müəllimlə məsləhətləşərdik ki, siz tələbələrin yanında olsun. Sonra da Ruhid müəllimdir. Polis baş leytenantı Ruhid müəllim də bu günləri bizim qonağımızdır. Onların da öz fikirlərinə bölüşəcəksiniz sizə. Deməli, bu əsasən mövzumuzun adı olacaq ki, insan alveri cinayətlərinin aradan qaldırılmasına dair bir mövzudur. Bu mövzu ətrafında da geniş çıxışda biz bunlar sahənin mütəxəssisləri olduqları üçün biz onsuz gündə sizinlə görüşürük, danışırıq. İnşallah geniş Şəmsəddin müəllimciğim, məlumat verəcəklərsə, nə sualınız olsa, nə tribunamız var burada Şəmsəddin müəllim. Tribunada istəyir. Və təbrik edirəm əlbəttə. Siz birinci kurs tələbəsiniz, bu çox böyük uğurdur və bütün gələcək həyatınız bu tələbəlik illərin başlanğıcından başlayır. Nə qədər məsuliyyətli olsanız, nə qədər diqqətli olsanız, nə qədər ətrafdakı hadisələrə daha çox qayğı ilə yanaşsanız, bir o qədər təcrübəniz də zəngin olacaq. Amma laqeydlik, unutqanlıq, biraz da qayğısız yanaşmanın özü, vətəndaş biganəliyi təbii ki, bu biraz qüsurludur, həm də ziyanlıdır. Biraz formatımı istəyirəm başqa görmək, sizə məlumat verim. İnsan alveri cinayətləri ümumiyyətlə dövlətin və hüququn məhsuludur.
dövlət, hüquq harada varsa, orada təkcə insan alveri cinayətləri yox, ümumilikdə cəmiyyətin budağında müxtəlif növ cinayətlər və cinayətkarlar yetişir. Onların qarşısını almaqda təbii ki, dövlət borcludur. Amma bax, siz sual verə bilərsiniz ki, bu dövlət, hüquq nə vaxt yarandı? Doğrudan dövlət var, hüquq dövlətsiz, dövlət hüquqsuz mümkün deyil. Bir-birlərinin ayrılmaz tərkib hissələridir. Harada dövlət varsa, orada hüquq var. Və yaxud da əksinə. Amma bu nə vaxt yarandı? Bax, bizim ümumiyyətlə bəşəriyyət tarixində 5 ictimai-iqtisadi formasiya olub. Hatırlayırsınız? İlk formasiya, hansı formasiyadır? Ha? İlk formasiya, yəni ictimai-iqtisadi formasiya. İftiracma quruluşu olub da. İftiracma quruluşu, elə mi? Sonra hansı olub? Ha? Quldarlıq, sonra feodalizm, kapitalizm və sosializm. 5 ictimai-iqtisadi formasiya olub. 6-7'si yoxdur. Komünizm də bir xülya idi, olacaqdı, olmadı. Bax, indi özünüz düşünün. Sual verin mənə, müəllim, İftiracma quruluşunda dövlət hüquq olunmu? Olmayıb. Deməli, cinayətlər də olmayıb. Onun statistikası aparılmayıb. Hansı növ cinayətləri olub, o bizə bəlli deyil. Tarixə də bəlli deyil. Amma İftiracma quruluşunun elə bir formasiyası oldu ki, orada artıq bu formasiya o şəkildə davam edə bilməli. 3 mühüm əlamət yeni bir quruluşa transfer etmək üçün zəmin yarattı. Quldarlıq quruluşu üçün. Nə idi o? Xüsusi mülkiyyət yarandı. O fazada, İftiracma quruluşunun o yüksək fazasında xüsusi mülkiyyət yarandı. Diqqətlə qulaq asın. Ondan sonra əkinçilik maldarlıqdan ayrıldı. Yəni, İftiracma quruluşunda əkinçilik də vardı, maldarlıq da vardı. Və bir də tələbələr, bilməlisiniz axı, konstitusiyamızın neçə ildir qeyd olunur? 30 illik. Deməli, bizim konstitusiyamız nə vaxt qəbul olunub? 95. 12-si noyabrda. Qüvvəyə mindi, 95-in 27-si noyabrında, 12 noyabrda qəbul edildi, 27-si noyabrda qüvvəyə mindi. Təsəvvür edin ki, biz 91-ci ildə Azərbaycan təkrar öz müstəqilliyini bərpa etdikdən sonra müəyyən mənada bir keçid mərhələsi yaşamalı olduq. Bax, bu keçid ərəfəsində həm səhiyyə sahəsində, təhsil sahəsində, sosial sahədə, hətta hüquqi islahatlarla bağlı bir sıra inqilabi addımlar atılmağa başlandı. Təsəvvür edin ki, müstəqil dövləti, pulumuz yoxdur, ordumuz yoxdur. Çox çətin bir keçid dövrü idi. Bax, insan alverçiləri, insan alveri üzrə cinayətkarlar belə desək, tacirlər, insan alveri üzrə bunlar bu boşluqdan istifadə etdilər. Onlar mənzərəni, ərazini polisdən yaxşı görürlər. Çox gözəl görürlər. Ki, burada bu keçid mərhələsində Azərbaycan müstəqil dövlətin o kövrək addımlarından öz şəxsi maraqları üçün istifadə etməyə başladılar. Biz bir də 2005-də, təsəvvür edin, 91-ci ildə müstəqilliyimiz içində bərpa olundu. 2005-ci ildə ayrıldıq ki, bizim Azərbaycan vətəndaşlarının səsi Birləşmiş Ərəb Əmirliyindən gəlir. Türkiyədən gəlir, başqa ölkələrdən. Yəni, artıq insan alverinin qurbanlarına çevrilmiş vətəndaşlarımız. 2005-ci ilə qədər bizim cinayət məcəlləmizdə belə bir maddə yoxdur ki, insan alveri cinayət məcəlləsi ilə qadağan olunur. Yoxdur. Və təbii ki, 2005-ci ildə insan alverinə qarşı mübarizə ilə bağlı Azərbaycan Respublikasının qanunu qəbul olundu. Ondan sonra Daxili İşlər Nazirliyinin nəzdində ixtisaslaşmış bir qurum insan alverinə qarşı mübarizə baş bir idarə yarandı.
Bugün də o idarə, Mübarizə Baş İdarəsi fəaliyyət göstərir və tam səmimi deyim ki, bu idarə yaranan gündən heç bir ölkənin bu sahədəki təcrübəsini yansılamadı. Götürmədi. Yəni, o peşəkarlı baxımdan, həm nəzəri baxımdan, həm praktik baxımdan olan o təcrübə bizim polis əməkdaşlarının bu sahədə mübarizə, səmərəli mübarizənin aparılmasına imkan yaratdı. Hətta beynəlxalq tribunalarda o vaxt bu sahədə milli koordinatorumuz, indiki Daxili İşlər Naziri hörmətli Vilayət müəllim Eyvazov, həm Daxili İşlər Nazirinin birinci müavini idi, həm də insan alverine qarşı mübarizədir, milli koordinator olmasıdır. Milli məclisə hesabatları o verirdi. Birləşmiş Millətlər Təşkilatının insan alverine qarşı mübarizə ilə bağlı beynəlxalq mötəbər tribunalarda o çıxış edirdi. Və iştirakçı dövlətlər mat-mətal qalırdılar ki, Azərbaycan dünən yaradıq bunu, amma kifayət qədər peşəkar mübarizə sərgiləyir. Nədən? Prinsipallıq ortalığa qoyduq. Biz doğrudan da qoşulduğumuz o beynəlxalq normalar, Avropa konvensiyalarına sözün həqiqi mənasında məsuliyyətlə yanaşdıq. Və nəticəsi, bəhrəsi oldu. Burada daha çox diqqət çəkən məqamlardan ibarətdir. Bax, hər birimizin hüquq və azadlıqlarımız var. Qeyninə bulunan. Bundan istifadə edirik. Elə mi? Şöyle, qul danışan alətidir. İnsan deyil. Elə dəyərləndirirlər onu. Yəni, sənin ancaq danışmaq hüququn var. Yemək istəyirsən, olmaz. Geyinmək istəyən olmaz. Yatmaq istəyən olmaz. Tutalım, ağa soruşur ki, sən nə işi bacarırsan? Deyir, ağam deyir, nə işi verirsən, onu bacarar. Nə yiyirsən, tutalım, deyir, nə verirsəniz, onu yiyər. Adım nədir, deyir, necə çağırırsan, adım elədir. Fikir verin, köləyə qarşı necə münasibət olub. Faktiki olaraq 21-ci əsrdə insan alverçilərinin tələsinə düşən canlı, şuurlu, Allahın yaratdığı bu varlıq, bax, canlı əmtəyə çevrilir, danışan alətə. Ancaq danışa bilir. İstəyi olmur. Olur. Yerinə yetirilmir. Ərazi üzrə hara düşdüyü yerə polislə hər hansı bir əlaqə saxlamaq imkanı onlara verilmir. Mümkün deyil. Çünki bizim cinayət məcəlləmizdə məsələn həmin illərdə 144-1 maddəsi əlavə olundu. İnsan alveri. O vaxta qədər bizim cinayət məcəlləmizdə insan alveri deyilən maddə yoxdur. Mən dedim ki, 2005-ci ildən sonra hamısı bunlar qabardıldı və dövlət də çox düzgün bir adım attı. İnsan, adam oğurluğu var idi, 144-cü maddə. Adam oğurluğu var, gün də var. Amma burada bu maddənin bu şəkildə təsbit edilməsi yalnız insan alveri o halda ola bilər ki, burada şəxsin istismarı əsas məqsəd olsun. Yəni, təşkilatçılar insanın sənədlərini, o canlı, şuurlu varlığın sənədlərini əlinə alandan sonra o artıq öz məqsədinə çatmış olur. Təsəvvür edin, yəni bu cinayətlərin açılması da, yəni bunların ifşa olunması cinayətkarlar biraz zaman, vaxt baxımından mürəkkəbdir. Yəni deyək ki, indiki bizim polis əməkdaşlarımız bir oğurda olan kimi hər yerdə kameralar var, dərhal izinə düşüb, yəni bu da bir köməklidir. Axtar və özdə əlimi Qur'an-ı Kərimə basaraq and içirəm. Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı milli mənəvi dəyərlərinə sadiq qalacaq, onun adət və ənənələrini daim uzaq tutacaq. Bax, insan alveri cinayətlərindən məşğul olanlar əslinə baxanda bizim o milli mənəvi dəyərlərimizə çox bir izan vururlar. Uğurlar sizə. Çox sağ olun. Sağlıq varsa buyurun. Sonda sağlıq verə bilərsiniz. Hadi mən söz sizin. Güc düşür Daxili İşlər Nazirliyi üzərinə. Bununla da bağlı bizim Daxili İşlər Nazirliyinin aidiyyəti qurumumuz var. İnsan alverinə qarşı mübarizə baş idarəsi.
həmin qurumun mən sizə elan eləmək istəyirəm, şəxsən mən geniş danışdım, hətta az danışacağam. 152 qaynar xətti var. Həmin qaynar xəttdə hər bir şəxs ona zəng edə bilər, əgər bu faktla rastlaşarsa, bu haqda nəsə məlumat olarsa və hər bir vətəndaşın da belə borcudur. Bunu zəng eləmək, bu haqda məlumatı varsa məlumat vermək. Həmin qaynar xəttə müraciət edirsiniz. Həmin qaynar xəttə müraciət edəndə sizin şəxsiyyətiniz, məxfiçiliyiniz hər bir zaman qorunur. Yəni bu barədə heç bir məlumat vermir. Sadəcə siz insan adamından qarşı olmuş nəsə qurbanının adını və yaxud da digər harasa faktı varsa onu deyirsiniz, ondan əlavə tədbirləri həmin mübarizə idarəsi aparır. Bilirsiniz, insan adamından qarşı mübarizə ən çox belə deyək də, ən çox qurbanları qadınlar və belə deyək, azyaşlılardır statistikada. Xüsusən müsəlman ölkələrində qadınlardır. Bu insan adamının qurbanlarına cəlb olunma səbəblərindən məsələn biri deyil, maariflərin tədbirlərin zəif olması, təhsildən yayılmış şəxslərdir, təhsil olmayan şəxslərdir. Elə bir, belə deyək də, insan evinin qurbanı olan şəxs var ki, adi mobil telefon istifadə edib, hansı bir hüquq mühafizə orqanlarına rəqəm yığıb, məlumat verə bilmir ki, ən artırını vəsait ola onu istifadə eləsin. Buna görə də biz 2020-2024-cü ildə Milli Fəaliyyət Planı təsdiq edilmişdi İnsanlara Qarşı Mübarizə İdarəsinin. Həmin əsasən üstünlük verilmişdi ki, buna qarşı mübarizə aparan idarələr, yəni Daxili İşlər Nazirliyidir, Dövlət Təhlükəsizlik Xidmətidir, digər orqanlarla bərabər qeyri-hökumət təşkilatı ilə tədbirlərimiz nə qədər güclənərsə, bu qədər gələcəkdə insanların qurbanı azalar və maariflərin tədbirinin nəticəsində bu faktlar azalar. Buna görə də biz əsasən qeyri-hökumət təşkilatları ilə mütəmadi olaraq təhsil şöbələrində, elm sahələrində, orta məktəblərdə, universitetlərdə belə tədbirlərimiz geniş şəkildə davam etdiririk. Bundan əlavə hər biriniz birinci kurssuz, sizə buna razı edirəm. Müxtəlif bölgələrdən gəlib burada oxuyursunuz, təhsil alırsınız. Cəlilabad polis şöbəsindən sizə qarşı nəsə problem olarsa biz dəstəyinizdir. Onunla bağlı məktəb direktorlarımıza əlaqə saxlamışıq. Düzdür, ola bilər nəsə yük pozmaya rastlaşarsınız, birinci kursuz, çox uzda xanımdır, əziyyət çəkərsiniz. Bununla bağlı heç kimi çəkinməyin, utanmayın. Məktəb direktoruna bu barədə məlumat verin və məktəb direktorumuz bizi məlumatlandıracaq. Bu barədə sizə köməklik göstərəcəyik. Minnətdaram şəxs müəllimə. Çox sağ olun. Müəllim dediyi kimi, bir ucqa rayonlardan gələnlər də var, bir başqa rayonlardan da gələnlər var. Burada hər kəs, Şəmsəddin müəllim də qeyd elədi, polis əməkdaşımız da qeyd elədi. Təəssüf ki, qadınların adı çox keçilir, amma insan albeyi ilə bağlı tək qadınlar yox, həm də bu məruz qalanlar, kişilər və uşaqlar da var. Sadəcə olaraq bugün bu istismara məruz qalan qadınların və gənc qızlar seksual istismara məruz çox qaldıqları üçün onların adı daha çox keçilir. Və bu da gənc qadınlardır, qızlardır. Təəssüf ki, nədən baş verir? Bəli, polis əməkdaşımız düz buyurdu. Təhsildən yayılmaq, savadsızlıq, yoxsulluq və bu gətirir bu günlərin gənc qızları hansısa bir qurbanlara çevirir. Və bu günlərin təəssüf ki, biz ətrafımızda olan rəfiqələrimizə inanırıq, dost bildiyimiz insanlara inanırıq və təəssüf ki, bu günlərində onların sayəsində nə qədər qurbanlar olur. Və mən bildirmək istəyərdim ki, siz artıq birinci kurs tələbəsiniz, ətrafınızda daha çox diqqət edin və heç nədən keçinməyin, polis əməkdaşları ilə. Yəni, bəzən polis əməkdaşları deyiləndə hamımızda bir vau fikir yayınır ki, biz bildirərik, necə olar. Amma yox, sizin təhlükəsizliyi üçün polis əməkdaşları həmişə necə deyim, öz məsuliyyətli vəzifələrini yerinə yetirirlər. Və ən çox bu sizin ətrafında təəssüf ki, sosial şəbəkələrdən indiki gənclər təhsillə yox. Mən çox istəyərdim ki, sosial şəbəkələrdən elmlə, təhsillə bağlı maarifləndirilmə getsin. Amma bu günlərim, özünüz bilirsiniz, TikTok var, Instagram var və bu dövrdə Instagramdan, sosial şəbəkələrdə, TikTokdan, blogerlərlə bağlı daha çox məlumat toplayırlar, nəinki elmlə bağlı. Bax, bu bugünkü gənclərimizi uğura yox,
daha çox bax bugünkü qurbanlara çevrilir. Çivlərdə yalançı məlumatlar yayılır. İşə düzəltmə agentləri adı altında çoxalıb, bəli. Və bununla bağlı qızlarımız, bəli, Bancılar bu da az pul. Bilirsiniz, gənc qızlar, mən başa düşürəm, qızlar arasında ailə qurmaq, indi sosial şəbəkə, əvvəllər yox idi, indi sosial şəbəkələrlə tanışlıqlar daha çox yayılıb. Və bununla da inanırlar, az araşdırma nəticəsində, inanırlar hansı ki, başqa xarici ölkədə yaxşı yaşamaq vədi verilir. Və bunlara inanırlar, nəticələr təəssüf ki, göz qabağında, onların pasportları əllərindən alınır, araşdırmırlar. Yəni, bəlkə də siz də ətrafınızda eşitmişsiniz, şahidi olmuşsunuz. Nə qədər gənc qızlar xarici ailə qurma adı ilə gedirlər, sosial şəbəkədə tanış olurlar. Mən demirəm gənc qızlar ailə qurmasına, təbii ki, ailə qurmasına, amma daha dəqiqliyinə araşdırsınlar. Hətta işə düzəlmək adı ilə. Kivlərdə, görürsünüz, yoxsulluqdan var, xarici ölkələrdə dəvət olunur, dayəlik adı ilə, nə bilim, oğlanlarımız aksant adı ilə yüksək maaşlar vəd edilir və həmçinin model adı ilə aparırlar. Bilirsiniz, bu model adı ilə aparırlar, xarici ölkəyə hətta iz itirmək üçün, yəni bu vədlər verilir iz itirmək üçün, xarici ölkəyə keçdikdə digər üçüncü ölkəyə aparırlar. Niyə? Çünki o tapılmasın, onların şəxsi xarici pasportları alınır. Bəli, bayaq müəllim də qeyd elədi ki, hətta bəzi cinayətlərin üstü niyə açılmır? Çünki yəni, bu işlərdə daha çox diqqətli olun. Birinci kurs tələbəsiniz və bilirəm ki, indi ətrafınızda daha çox olur. Təəssüf ki, yenə də qeyd edeyim ki, sosial şəbəkələrdə blogerləri görürsünüz, daha gözəl yaşamaq istəyirsiniz və hansısa fikirləşirsiniz ki, ailədən yox, özünüzün gəliri olsun. Amma təəssüf ki, onları düşünəndə biraz düşünün ki, sizi hansısa uçuruma aparan yol olmasın. Yəni, daha dəqiqləşdirin. Xarici ölkədən ola bilər. Bu potensial var ki, işlə dəvət oluna bilər. Amma araşdırın, şirkəti araşdırın. İndi maşallah sosial şəbəkələrdə Google-a vurursunuz, hər bir şey çıxır. Onun lisenziyasının olub-olmamağını araşdırın. Və yaxud da ki, xarici ölkə ilə gedəndə səfirliklə əlaqə saxlayın. Yəni, hansısa bir dost dedi, qohum dedi, tanış dedi, bununla eləməyin. Çünki bilirsiniz, elə olub ki, gənclər arasında geri qayıdan o düzdür, polis əməkdaşlarının səyi nəticəsində, səfirliyin səyi nəticəsində və onların danışığı nəticəsində çox faciələrlə üzləşiblər. Və nə qədər gənclər var ki, gələ bilməyiblər, hal-hazırda da orada qalıblar. Çünki niyə sənədləri yoxdur? Özünüz fikirləşin, sənədi olmayan bir insana necə kömək eləmək olar? Ona görə də daha diqqətli olun. Yəni, təhsilə daha çox yön verin. Yəni, fikirləşin ki, düşünün ki, bugün sosial şəbəkələrdə hansısa blogerlərdə, hansısa, mən demirəm, baxın, təbii ki, maariflənin, onlarla da baxın. Amma təhsilə daha çox önəm verin. Təhsil sizi uğura aparacaq, elm sizi uğura aparacaq. Yəni, öz üzərinizdə maarifləndirməni bu cür aparın. Təəssüf ki, bugün kitab oxuyanlar çox azdır. Və kitabxanalara da üz tutanlar azdır. Kitab oxusalar, sosial şəbəkələrdə və bu günlərim internet vasitəsilə, onlayn vasitəsilə bir qrup yaradıb, öz üzərlərində maarifləndirmək, yəni oxuduqları bir kitabları maarifləndirmə eləsin, bu daha çox gənclərə, necə deyim, kömək olar. Və təəssüf ki, bu qədər maarifləndirmə aparılır, bu qədər təbliğat gedir, amma hara gedəsən, necə gedəsən, hesabla. Başqa biri deyir ki, sən də gözəlsən, sən model olmalısın. İtaliyada bu dəqiqə yalvarırlar ki, sənin kimi adamların nə bilim, nə falan. Fikirləş gözlə, hələ sən model olmağa, hələ model bilsinlər, nə qədər yazaqdır, neçə kilo olmalıdır, təsvir edəslər. Bunları bir fikirləşmək lazımdır, yəni aldanmaq olmaz. Gəlirlər, qonşular, gəlirlər, deyir ki, hətta mən sizə bir şey deyim, çox belə pisdir, vaxtınızı da çox aldım. Yox, xoşdur. Hələ bunun bu əməlləri törədənlər valideynləri olur, uşaqları. Qızların, qadınların valideynləri onlar uşaqlarını göndərir. Qohumları göndərir, öz əmsi oğlu Allah'dır, bundan oxular. Nə bilim, məsələn, Saratov'dasan, orada restoranda işləyəsən, gedir Saratov'dan göndərirlər Moskvadan, məsələn, Dubaya və ya Türkiyə və s. Yəni, o mənada hamısını, hər şeydən ehtiyatlı olur.
bir balaca belə məsələn dünyaya göz açıq baxmaq lazımdır bu məsələlərdə. Və mən düşünürəm ki, siz olmayacaqsınız heç biriniz bunun qurbanı inşallah. Ona görə ki, dediyim kimi savadlı, ağıllısınız. İkincisi, sizin belə müəllimləriniz var. Sizin müraciət eləmək müəllimləriniz var, sizin tutorlarınız var, sizin tələbə yoldaşlarınız var, tələbə təşkilatları var. Yaxınlaşın, deyin, nədən qorxmalı bir şey yox, deyin, belə bir şey təklif elə, belə söz deyil, müəllim nə deyirsən, axı onların dünya görüşü, onların təcrübəsi sizdən çoxdur. Ona görə bunlardan düzgün istifadə eləmək lazım. Üçüncüsü, olmayasınız, ona görə olmayasınız ki, bizim burada birinci gözəl zabitlərimiz var. Onlar durublar sizin dövlətimizin, sizin vətəndaşlarımızın keşiyində durublar. Yaxınlaşın, qorxmayın. Qorxmayın, polislər, indi mən sizə səmimi deyirəm, indi bəlkə də sizin valideynləriniz başqa düşünür, amma siz bilin ki, bugün bizim polislərimizin əksəriyyəti böyük ziyalılardır, böyük insanlardır. Bunlar öz şərəfini bilir, öz vəzifəsini bilir, öz peşəsini bilir. Yaxınlaşın, qorxmayın. Yəni, məsləhətləşin. Nə söz var ki, Canan oğlan, deyin ki, Canan oğlan, sizin sahə müvəkkilidir, sizin buranı. Deyin ki, belə, məsələn, qonşu Fatmaz arvad mənə gəl deyir ki, get Dubaya, birdən orada mənimlə, sən nə deyirsən? O biləcəkdir, o dəqiqə qayıq adamdır, bunun peşəsidir. Həmin dəqiqə o Fatmazın xalanı tapacaq, deyəcək Fatmazın xalanı, otur yerə bax, belə adamın kıçını qırarlar və s. Yəni, bu mənada deyirəm ki, sizin tələbə təşkilatları var burada, ondan istifadə edin. Bir-birinizə, Kəmalə xanım çox gözəl dedi, bir-birinizə arxa olun. Belə, nəysə, belə baxırsa, heç kim işarə vermir ki, mən dayanım. Deyin, dayanım da, mən deyirəm, azından hamınız qırılırsınız. Yaxşı, onda sualınız olsa, gözümüz üstə burada, suallarınızı cavab verək. Belə də, mən indi qanundan danışmaq istəmədim, ona görə ki, burada məcəllərini gətirmişəm. Məcəllədə, deməli, insan alveri məcəlləsi, Şəmsəd mən burada ərəb danışdıq. Deməli, bizim, bundan darıxmadınız. Bir dənəsini deyim ki, qutarıq. Oğlum deyir ki, yoxdur, qız istəyir, mən istəyim, get götür qaçır. Anası dedilər, onunla bir yerdə onun maşını sürən o dostu vardı, onun maşını da konfiskasiya edirlər, qalır. Bütün ailələr, bir neçə ailə faciənin içində. Nədir onun anası? İnsan deyir ki, mən özüm getmişəm, sevirəm, mənim həyat yoldaşım falan. Onda demək, polis orqanları, prokuror, məhkəmə bunlara kömək edə bilir. Və onun üçün gərək balaca ayıq olasan, hər şeyi yerinə götürəsən. Məsələn, o anası deyib deməsə, getdi da 18 yaşın eləsin, işləriniz uğurlu olsun, olsun, cavab verməyə alır. Mən çox sağ olun. Bildiği şərait, yəni yaxşı təmin olunmaq lazım. Allah siz 41-indi. Təxminən çalışırıq ki, ilk növbədə bu uşaqlara dinləmə mədəniyyəti bizim millətdə biraz bilməm, demləm yoxdur, çox çəkindir. Elə vururuq bir-birimizi ki, saxlayırıq sözün və ya qulaq asmırıq, fikirləşirik, fikrimiz ayrı yerdə olur. İnşallah bu mədəniyyət aşlayırıq ilk növbədəki həm autorya yorulmasın, həm dərs deyən autorya professor müəllim heyəti yorulmasını deyir, bir bayatı var, mən biraz xəstəyəm, yoxsa müəllim. Deyir, əziyəm, yaxşı gün, yaxşı danış, yaxşı gün. Bülbül ürəkdən oxur, bağda görsə yaxşı gün. Sizin autoriyaz gözəl olanda, danışmağa da, dinləyən olanda insan fərəhlənir, biraz da geniş danışmağa çalışır ki, ürəkdən, ürəklə ki, danışın bu autoriya. Özü istəyirəm, inşallah bağışlayın. O dinləmə mədəniyyəti var, uşaqlarda çalışır, açılıyor. Buyurun. Mən uşaqları hamısı çox gedibdir, hələ xariclərdə onlar var, evdə heç kim yoxdur. Bir də arvad da mən dinləmir. Söz deyirəm, bir əşbəsdir, bezdirmişsən. Ona görə auditoriya görəndə elə sevinirəm ki, elə bilirəm ki, elə belə də bir cənnətə düşmüşəm. Xüsusən də belə savadlı, ağıllı, gözəl insanlar olanda adam da çox istəyir, çox danışdım. Ona görə üzürlü sayın, əgər vaxtınızı çox alırsa. Çox sağ olun. Bu ümumi xalq işidir də, sizin bu işlədiyiniz iş, polisə dərsdən ümumi xalq işidir. Tək polislərimizin işi deyil, polislərin yanında biz olmasa, bu təşkilatların yanında olmasa, ay mən xəbər verəcəm, mən səsimi yazacaqlar, götürəcəklər, olmaz, ay biabırçıl olar, nə falan kəsin. Amma biz bir-birimizə qoşulmalıyıq, konkret bu tədbirləri həyata keçirməliyik. Bu bizim gələcək nəsillərin, gənclərimizin sağlamlığı deməkdir. Sağlam, mənəvi cəhətdən sağlamlığı deməkdir. Ona görə bu xalqımızın hamısının işidir. Bütün insanlar, həm sizin, həm sizin valideynlərin, həm biz müəllimlərin hamısı vacib işidir ki, biz kömək edək bu sahədə cəmiyyətimiz sağlamlaşsın. Uğurlar arzulayırıq Sunamıza. Sizə də
komandoza Sağ olun. təşəkkür edirik. Qızıl kimi vaxtınızı sərf edib gəlib bizdən görüşürsünüz. Bizim ehtiyacımız Ordumuz, var. ordumuz, Bizim sağ olun. ehtiyacımız var. Hamımızın ehtiyacı var. Öyrənməyə, maariflənməyə. Nə qədər dolğun olsa bir o qədər yaxşıdır. Axı ilk gündə mən bu uşaqlar deyirəm, birincisi sizə şəxsiyyət kimi baxacaq, şəxsiyyət kimi formalaşdıracaq. Ona görə də söz vermişik, ona da əməl edirik. Qutaranda da inşallah mükəmməl, İnşallah. kamil intellektual səviyyəli, sağlam düşüncəli bir gənc yetişdirir ilk növbədə. İndi elmdə, biliyi olanda da biraz daha yaxşı. Ona görə savadlı olmaq lazım. Bu işığı söndürəndə, qaranlıq olanda çox pisdir. Bizim düşmənlərimizin sayı çoxalır. Heç vaxt çalışırıq ki, bu işığı söndürməyək. İşığımız da ziyadır. Nə qədər savadlı olsa bir o qədər yaxşıdır. Gözəldir, məclislərdə də xüsusi öz yerində olacaq. Şagirdlərimiz, tələbələrimiz də sizi sevəcəklər həmişə. Çox sağ olun. Təşəkkür Sağ olun. ederim. Sınavınız.